Spirt qəbulundan sonra yaranan mədə-bağırsaq pozğunluğu, baş ağrısı, ürək bulanma. Yəqin ki, bu hal bir çoxunuza tanışdır. Bəli, söhbət el arasında paxmel adı verilən haldan gedir. Bəs paxmelin səbəbi nədir? Bədənin kütləvi halda su itirməsi və qaraciyərdə alkoqolun toksik maddəyə çevrilməsi prosesidir. Paxmelə düşməmək üçün nə etmək lazımdır? Mükəmməl formul yoxdur, ancaq bəzi qızıl qaydalar var ki, paxmelə kömək edə bilər. Birincisi, ac qarna içməmək. Çünki mədə ac olanda spirt daha tez sovrulur. Bol-bol su içmək. İçkidən əvvəldə, içkidən sonra da, hətta qədəhlər arasında da bol-bol su içmək su içkisini balanslaşdıracaq. İçkiləri qarışdırmamaq. Sənə kokteyl lazımdırsa, bu səhifədə istədiyin qədər kokteyl tapa bilərsən. Ancaq araq, pivə, şərab kimi içkiləri qarışdırırsansa, bilməlisən ki, bu sonda daha ağır paxmel halı yarada bilər. Sürətli içməmək. Az-az iç, bədənə vaxt ver ki, spirtlə savaşsın. Keyfiyyətsiz içkidən uzaq dur. Bu içkilər ağır paxmeldən əlavə həyati təhlükə də yarada bilər. Və səndən xahiş edirəm, əgər səhər paxmel oyandınsa, biraz da içim keçər demə, çünki bu paxmeli azaltmır, əksinə çoxaldır. Bütün bunları etdim, amma yenə də paxmel oyandım deyirsənsə, növbəti videoda ondan danışacağam, izləmədə qal.